Bugün çox qeyri-adi gecədir. Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Halloween gecəsi, yəni Cadılar Günü adlanır. Halloween də deyirlər rusca. Cadılar Ovu, yəni bunun çox uzun tarixi var və bu Cadılar Ovunun altında da nə gizlənir? Kilsənin fərqli fikirli insanlara, əsasda qadınlara hücumu, fərqli qadınları, hətta Türkiyə çarəyinə, yəni müxtəlif müalicə üsulları ilə məşğul olan, fərqli düşüncə sahiblərini tutub tonqalda yandırırdılar, müxtəlif işgəncə verirdilər. Yəqin ki, mən də orta əsrlərdə yaşasam, məni də tonqalda yandırardılar, çünki mən də bir cadıyım. Bu haqda Diamond Temanın gözəl bir videosu var, linkini ataram. Baxarsınız, orada çox gözəl bu bayramdan danışılır və bu faciəli bayramın indi niyə əyləncəli bir bayrama çevrilməsi və uşaqların bu bayramda bizdə oruç bayramı kimi deməli gəzirlər və trick or treat deyirlər. Yəni şəkərmi yoxsa şakamı? Və bax bu faciəni, tragediyanı indi əyləncəli bir bayrama çevirən Renesans, intibah dövrü olur. Yəni həmin Renesans, intibah dövründə insanlarda bir aydınlama yaranır və onlar bu bayramı mənimsəyib, onu başqa bir çalar verirlər və kilsə də bundan qorxaraq yenə onu mənimsəyir və noyabrın 1-ni Əzizlər Günü, yəni ölənlərə anma günü elan edibdir. Deməli, bu bayrama görə işıq öz yerini qaranlığa verir. Yəni yaz, belə deyək də, sonbahardan sonra qış gəlir. Amma mən inanıram ki, bu bayram bizə əksinə işığa yaxınlaşdıracaq və bizdə də bax bu Cadılar Ovu var, hakimiyyət indiki dövrdə birini erməni adlandırır, birini xarici agent, birini nə bilim satqın. Bax bu Cadılar Ovu əslində isə hakimiyyətin yuxarı eşelonlarında indi başlayıb. Onu hayırlı uğurlu olsun deyirəm. Çünki mən demişdim, pislik bütün yaxşılığı yeyəndən sonra sonunda növbə özünə çatır və indi pislik pisliyi yeyir. Hayırlı uğurlu olsun və bunun şərəfinə bir şam yandırım və öz cadılığımı edərək ayini yerinə yetirim ki, bütün diktatorlar, bütün pisliklər bax bu od kimi yanaraq kül olsun və əsl şərin qüvvələri yansın, külə dönsün. Bugün Şəkiyə getmişdim və Şəkidə nə gördüm? Gördüm ki, o Halloween qabaqları da, bal qabaqları qoyulubdu və bir kafe var və kafenin bu vitrini məni içəri cəlb etdi və içəri girdim. Şəkidə belə bir mənzərə ilə rastlaşacağım, yəni bir möcüzə. Etabola diləminə çudo. Və içəri girdim ki, içəri ümumiyyətlə Halloween ab-havası və qız var idi orada. O da üzünü boya ilə müxtəlif şəkillər çəkmişdi. Məndə də tatular var deyə, mən də bax belə bugün Halloween şərəfinə və işığın qaranlıq üzərində qələbəsi şərəfinə mən də bax bu simvolları etdim. Bilmək olmaz, kiminin duası, kiminin də deyir parası, para hər şey demək deyil. Olsaydı diktatorlar rahat yaşayardılar, amma onların həyatını işıqlı qüvvələr özləri cəhənnəmə çevirir və beləliklə əzizlərim, Şəkidə vegan VMF kafe var və oranı çox gözəl Halloween timsalında bəzəmişdilər və bu mənə daha gözəl əhval-ruhiyyə verdi ki, bizim cəmiyyətdə də yavaş-yavaş aydınlanma gedir, nəyin nə olduğu üzə çıxır və işığın təmsilçiləri olan cadılar, şərin təmsilçiləri olan cadıları sonunda yenəcək və bu ölkədə də yenilik, qaranlıq, cəhalət üzərində qələbə çalacaq. Bunun üçün əzizlərim, aydınlanma lazımdır. Buralarda aydınlanma lazımdır və buraların aydınlanması üçün də hər birimiz əziyyət çəkməliyik. Cadılar bayramımız mübarək. Hayf ki, Şəkidə deyiləm, evə gəlməli oldum, yoxsa mən də o kafeyə gedərdim. Şəkilləri isə bu fürsətdən dəyərlənmələrini və Şəki həmişə Azərbaycanın qədim dövrdən elm və mədəniyyət mərkəzi olubdur. Bax, burada da öz ilkini yazıbdı. Rayonlar arasında, Zaqatalada da olsa, mən də öz hörümçəyimlə gedərdim. Cadılarımızla bugünü qeyd etməyə, bu ölkəni cadı qadınlar xilas edə bilər. Bütün ölkələrdə
qadınlar dəyişməsə, cəmiyyət dəyişmir. Xeyrin, həqiqətin, ədalətin, vicdanın tərəfində olan bütün cadı qadınlara salam olsun. Mutlu olun əzizlərim.